Hörmətli müəllimlər, deməli, belə bir suala baxaq. Maraqlı bir sualdır. Q1 və Q2 yüklərinin K nöqtəsində yaratdığı yekun sahə intensivliyi verilib. Hər bir hala uyğun bu yüklərin işarələri və ədədi qiymətləri arasında doğru münasibəti müəyyən edin. Deməli, indi baxaq, 1-ə görə hansı uyğun gəlir? 1-ə. Deməli, bax, burada bir dənə variant var. Q1 müsbət, Q2 də müsbət olsa, çünki müsbətdən qüvvə xəttləri çıxır, məsafə də eynidir. Q2-də də müsbət olduğuna görə qüvvə xəttləri çıxır. Və yekun intensivlər bərabərdir axı. İntensivlər bərabərdir. Niyə bərabərdir? Çünki əgər burada yüklər bərabərdirsə, bu da müsbət məsələn Q olsa, bu da müsbət Q olsa, məsafədə eynidir. Çünki Y bərabər K2 bölü R kvadratdır. İntensivlər bərabər olar. Bərabər olduğuna görə bunların deməli yekun intensivliyi burada sıfırdır. Çünki intensivlik əks istiqamətdə olanda çıxılır. Deməli, bir variant nə ola bilər? Bir variant ola bilər ki, Q1 müsbət, Q2 müsbət. Bunlar modulca bərabərdir bir-birinə. Modulca bərabərdir. Və ikinci variant da ola bilər ki, bunların işarələri mənfi olsun. Çünki mənfiyə qüvvə xəttləri daxil olur, mənfiyə qüvvə xəttləri daxil olur. Deməli, bu da Y olacaq, bu da Y olacaq. Yəni, burada da, bax, burada da yenə Q1 mənfi, Q2 mənfi olsa, amma bu şərtlə, bunların modulları bərabər olmalıdır. Yəni, hər ikisi ya mənfi Q, Q1 də mənfi Q, Q2 də mənfi Q olmalıdır. İndi cavab variantlarına baxaq. Müsbət, müsbət, modulca bərabər. Deməli, 1-ə uyğundur A. Bu getdi. Və eyni zamanda mənfi, görürsən bu yoxdur. Bu variant yoxdur burada. Mənfi, mənfi, bu yoxdur. İndi keçirik ikincinə. Bu getdi. Bunu həll elədik. İndi keçirik ikinci varianta. Deməli, yekun intensivlik nətər sağa yönələ bilər? Bu məlum şeydir. Əgər bu müsbət olsa, müsbətdən qüvvə xəttləri çıxır, mənfi olsa da qüvvə xəttləri daxil olur. Yəni, müsbətdən qüvvə xəttləri çıxdı, mənfiyə də qüvvə xəttləri daxil oldu ki, intensivlər eyni istiqamətdə olan toplanır və yekun intensivlik toplanan intensivlik istiqamətində yönəlir. Və burada bir dənə qayda var. Deməli, Q1 ikincidən söhbət gedir. Q1 müsbət, Q2 mənfi olsa və bunlar modulca bərabər olsa bir-birinə. Bu şərt ödənir. Yəni, Q1 müsbət, Q2 mənfi və modulca bərabər. Deməli, bura uyğundur B. Bunu sildim. İndi sonra nə uyğun gəlir bura? Sonra nə uyğun gəlir bura? Sonra baxaq görək. Q1 müsbət olsa, Q2 də müsbət olsa, amma bu şərtlə. Tutaq ki, Q1-in yükü, məsələn, müsbət 2Q, Q2-nin yükü, burada Q2-nin yükü müsbət Q olsa, çünki intensivliyin düsturu Y bərabər K Q böl R-in kvadratıdır. Məsafə eynidirsə, deməli, Y ilə Q düz mütənasibdir. Yük çox olanda intensivliyi də böyük olur. Deməli, 2Q-nün intensivliyi, tutaq ki, 2Y olsa, Q-nün intensivliyi isə olacaq Y. Və məlumdur ki, intensivlər əks istiqamətdə olanda böyüdən kiçik çıxıram və istiqamət böyüyə tərəf yönələcək. Və deməli, bu olar. Yəni, burada nə gördüm? Burada gördüm ki, Q1 də müsbət olsa, Q2 də müsbət olsa, amma bu şərtlə.
Bu şərtlə ki, Q1 modulca Q2-dən böyük olsun. Deməli, hər ikisi müsbət olsun, amma bu şərtlə Q1 Q2-dən böyük olsun. Aha, deməli bu da uyğun gəlir. İndi keçirik axırıncı varianta. İndi burada nətər? Deməli, əgər Q1 mənfi olsa, Q2 müsbət olsa, niyə? Çünki mənfiyə qüvvə xəttləri daxil olur, müsbətdən qüvvə xəttləri çıxır. Gördünüz? Bax, burada lap belə eləyim, lap aydın olsun. Mənfini qırmızı ilə işarə edirəm. Müsbəti də göy ilə işarə edirəm. Müsbətdən də qüvvə xəttləri çıxır axı. Biz də bilirik ki, intensivlər eyni istiqamətdə olanda yekun intensivlik deməli toplanan intensivlik istiqamətində yönəlir. Deməli, burada nə gördüm? Burada gördüm ki, Q1 əgər mənfi olsa, Q2 müsbət olsa və bunların modulca yükləri bərabər olsa, deməli, yekun intensivlik sola yönələcək. İndi gəl baxaq görək, o cavab variantlarında hansı var? Q1 mənfi, Q2 müsbət. Deməli, bu doğrudur. Bu uyğun gəlir. İndi keçək növbətiyə görə sonra hansı uyğun gəlir? Sonra. Əgər indi Y variantına baxaq görə uyğun gəlir. Əgər Q1 müsbət, Q2 də müsbət olsa, amma bu şərtlə Q2-nin yükü Q1-dən böyük olsa. İndi həqiqətən görək doğru olar yoxsa yox. Q2-nin yükü tutaq ki olsa müsbət 2Q, Q1-in yükü olsa məsələn müsbət Q, biz bayaq dedik Y bərabər K Q böl R kvadrat. Məsafələr eynidir. Yük ilə intensivlik düz mütənasibdir. Yük böyük olanda intensivlik böyük olur. İndi baxaq diqqətlə. Bax, lap K nöqtəsini burada işarə edirəm ki, tam başa düşün. Bax, məsafələr eynidir. Bax, məsafələr eynidir. Bu olsun müsbət, yəni Q2 bərabərdir müsbət 2Q. Bu da müsbət, bu da olsun Q1 bərabər müsbət Q. İndi diqqət, məsafələrdə eynidir. Deməli, biz bilirik ki, müsbətdən qüvvə xəttləri çıxır. Yəni, intensivliklə yük düz mütənasibdir. Onda belə çıxır ki, bu olsa, bu olacaq Y, Y1 olacaq Y, düzdür? Y1 olacaq Y, Y1 olacaq Y, Y2 nə olacaq? Y2 olacaq 2 dənə Y, çünki yükü çoxdur axı bunun. Bu olacaq 2 dənə Y. Və biz də bilirik ki, yekun intensivlik böyükdən kiçik çıxılır və istiqamət böyüyə tərəf yönəlir. Onda yekun intensivlik hara yönələcək? Sol tərəfə. Deməli, mən burada gördüm ki, Q1 də müsbət, Q2 də müsbət olsa, amma bu şərtlə Q2 Q1-dən böyük olsun. O da uyğun gəlir, deməli, Y variantına. Diqqətinizə görə sağ olun.